بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله. Hamınıza Allahın salamı ilə salamlayırıq. Selamun aleyküm və rəhmətullahi və barakatuhu deyirəm. Və aleyküm əssalam və rəhmətullahi və barakatuhu. Qardaşlar, həqiqətən bugün danışmaq istədiyimiz mövzu bizim suya, qidaya ehtiyacımız olduğu qədər önəmlidir. Və bu danışmaq istədiyimiz mövzu müsəlman üçün həyat düsturu demək olar. Müsəlmanın həyatında olan ən vacib məsələlərdən biridir ki, buna fikir versin. O da dostunu müsəlman necə seçməlidir? Və yaxud müsəlman kimlərlə dostluq edə bilər? Və yaxud da bir müsəlman başqasının dostudursa, hansı sifətləri daşımalıdır? Bunların hamısı eyni mənalı sözlərdir, qardaşlar. Buna kütləvi şəkildə hamımızın ehtiyacımız var. Birinci tərəfdən dostlarımızı seçmək məsələsində. İkinci tərəfdən özümüz bir adamın dostuyuqsa necə olmalıyıq? O da önəmlidir. Necə olmalıyıq? Hansı sifətlərə malik olmalıyıq? Hansı sifətləri daşımalıyıq? Bunlar da həmçinin bizlər üçün və bütün müsəlmanlar üçün önəmlidir. Allah Taala'nın kovni hikmətindəndir ki, yaratma hikmətindəndir ki, möhtərəm qardaşlar, insanı tək yaşamağı dəf eləməyə, rədd etməyə cəlb eləyib. Yəni, bir insan bu həyata gəldikdən sonra tək yaşaya bilmir. Hətta uşaq olsa belə. Hətta ağlı kəsməyən uşaq olsa belə. Bəzən uşaq görürsən ki, oyananda, əgər özünü xəlvətdə görürsə, tək görürsə, ünsiyyət axtarır, başqa birisini axtarır. Bunu tapmaq üçün dili ilə deyə bilməsə də belə, görürsən ağlayaraq bunu başa salır. Bir adamı gördükdə görürsən halı dəyişir. Əgər bir dünyaya gəlmiş uşağın halı ünsiyyət tələb edirsə, başqa birisi ilə əlaqə qurmağı tələb edirsə, bu daha da vacibdir ki, daha da önəmlidir, daha da çıxılmaz bir şeydir ki, böyük insanlar bunu tələb etsin. Qısa bir kəlmə ilə hər bir kəs başqası ilə dostluq etmək məcburiyyətindədir. Bundan qaçış yolu yoxdur. Ona görə sələflərdən bəziləri deyir ki, bir insan tək qalmağından cəmaatla qalmağı daha yaxşıdır. Bir insan pis adamlarla qalmaqdansa tək qalmağı daha yaxşıdır. Bu umumən bu sözdən bu fayda çıxartmaq olar ki, qardaşlar, yəni bir insan yaxşıdır deyildiyi zaman bir insan cəmaatla yaşamadan, bir araya gəlmədən tək başına qalmaq qeyri-mümkündür. Əgər bir insan zərər gəlmirsə, özünü hesaba çəkmək üçün və yaxud özünə, nəfsinə qalib gəlmək üçün özünü təkliyə salması deyir, bu düzgün deyil. Bu nə vaxt düzgün olur? Əgər sən oturası insanlardan sənə xeyir gəlməzsə, onlar salih insan olmazsa, onda o zaman özünü məcbur edə bilərsən ki, hətta tək qalasan. Yoxsa insan öz nəfsinə buraxıldığı zaman mütləq və mütləq başqaları ilə ünsiyyətdə olmaq məcburiyyətindədir. İbn-i Qayyim rəhməhullah kitablarının bəzilərində zikr eləyir insan kəlməsinin mənasını. Deyir ki, insan kəlməsi hansı kökdən götürülmüşdür, bunu araşdırır və bunu açıqlayır və elm əhlinin bir çox rəylərini deyir. Və deyir ki, bu rəylərdən ən doğrusu odur ki, insan kəlməsi ünsiyyət kəlməsindən götürülüb. Ünsiyyət kəlməsi də əlaqə deməkdir və birləşmək deməkdir və eyni zamanda hərəkət mənasına da gəlir. Yəni, insan fitrətdən belə deyək, məcburdur ki, başqaları ilə bərabər olsun. Necə ki, bu mənada geniş şəkildə İbn Xaldun tarix kitabında danışır
və deyir ki, insanın fitrətindəndir. Allah Teala insanın fitrətinə qoyub başqası ilə oturub durmağının məcburiyyət halında olması. Bu belə olduğu halda, əziz qardaşlarım, yəni biz bunu bildikdən sonra ki, biz bu dünyada tək yaşaya bilməzik. Hətta tək yaşamaq arzusuna gəlmək belə el adət içində bəzən ağlın nöqsanlığına, xələldə olmağını gətirib çıxarır. Siz baxın, bir insan bugün, istərsən bugündən öncəki günlərdə olsun, əgər insanlardan uzaqlaşıb gedib dağların başında, dərələrdə və s. kimi yerdə tək yaşamağa qalxardısa, insanlar deyərlərdi ki, ya bu dərvişdir, ya bu adam dəlidir, ya bu adam da beyin qüsuru var və s. kimi. Çünki adətən insanlar onu belə görüb ki, insan insanla yaşayar. Nəinki insan qardaşlar, hətta başqa məxluqatlar olsa belə, hətta heyvan olsa belə, görürsən ki, tək qala bilmir. Başqasını tələb eləyir. Öz cinsindən olanı tələb eləyir sadəcə. Heç vaxt görməzsiniz ki, bir qoyun inəklə uzlaşsın və yaxud bir inək bir dəvə ilə uzlaşsın və hər kəs görürsən öz cinsini axtarır. İnsan da elədir, möhtərəm qardaşlar. İnsan da adətən öz cinsini axtarır. Öz növündən olan, öz xarakterindən, onun meyli ilə, onun fəlsəfəsi ilə, onun ağlı ilə uyğun olanı axtarır daimə. Və bu fitrəti bir şey olduğuna görə bir insan həyatında bir qayda, bir qanun, bir düstur, bir yol qoymalıdır ki, əgər bu belədirsə, mən oturub durduğum adam necə olmalıdır? Və yaxud da mən bir adamla otururamsa, mən necə olmalıyam? Bu iki tərəfi, hər iki tərəfə də bugünkü gündə toxunmağa çalışacaq Allah Taala'nın izni ilə. Dost məsələsini Muhammed sallallahu aleyhi ve sellem bir çox hədislərdə zikr edib qardaşlar. Allah Taala yaxşı dostların da, pis dostların da necə olacaqlarını, bunların nə səmərə ilə, nə nəticə ilə bitəcəyini və bunların nə qədər, bunları seçməkdə nə qədər əhəmiyyət olduğunu Allah Taala Quran-ı Kərimdə bir çox ayələrdə Allah Taala zikr eləyir. Allah Taala qardaşlar Quran-ı Kərimdə buyurur ki, yaxşı dostla pis dost necə olacaq deyə bunu seçməyən, bu seçimi doğru etməyən insanların aqibəti axirət günü necə olacaq deyə Allah Taala bunu Quran-ı Kərimdə bizə çox bəlli şəkildə, çox açıq, aşkar şəkildə, hamının başa düşəcəyi şəkildə Quran-ı Kərimə Allah Taala onu qeyd eləmişdir. Və bu bir ayədə deyil, möhtərəm qardaşlar. Bu bir ayədə deyil, bir neçə ayətlərdə Allah Taala bunu təkrar bizlərə xatırlatmışdır ki, hətta bir ayəti başa düşməsən, o birisini anlayasan deyə. Allah Taala Furqan surəsinin 27-ci ayəsindən 29-cu ayəsinə kimi bu haqda xəbər verir. Yəni Furqan surəsinin 27-ci ayəsi, 28-ci ayəsi və 29-cu ayəsi. Allah Taala buyurur: Əuzu billahi mineşşeytanirracim. Və yevme ya'uddu-z-zalimu ala yedeyhi yaqulu ya leyteni ittakhaztu ma'ar-rasuli sabila. Ya veylata leyteni lem attakhiz fulanan khalila. Laqad adallani aniz-zikri ba'da iz ja'ani ve kana eş-şeytanu lil-insani khazula. Bu ayələr, əziz qardaşlarım, tövsiyə edərdim ki, müsəlman bu ayənin üstündə dayansın. Bu ayənin özündə əhatə etdiyi mənaları dərk eləsin. Və bu ayəti bu dost məsələsində özünə bir qayda tutsun. Bu çox önəmlidir. Allah Taala buyurur, əziz qardaşlarım, həmin gün, yəni qiyamət günü, insanlar Allahın dərgahında, məhşər meydanına toplanışacağı bir gün. Həmin gün zalim kimsə barmaqlarını dişləyəcək. Zalim kimsə barmaqlarını çeynəyəcək, dişləyəcək. Deyəcəkdir. Siz baxın, Allah Taala, əziz qardaşlarım, insanların adətən dara düşdükdə, sıxıntıya düşdükdə bu dünyada halı necə olursa, o şəkildə Allah Taala misal çəkir ki, hətta müsəlmanlar bunu təsəvvür eləsin. Bugün siz baxın, bir insan peşman olanda adətən barmağını ağzına alır və çeynəyir.
Barmağını dişləyir peşmançılıqdan. Ya dodaqlarını çeynəyir insan peşmançılıqdan. Və Allah Teala həmin insanların başa düşəcəyi şəkildə axirətdə olan hallarını, misalını gətirir. Allah Teala buyurur: həmin gün zalim kimsə barmaqlarını dişləyərək deyəcəkdir: kaş ki mən Peyğəmbərin yolunu tutub gedəydim. Bu kaş ki, əziz qardaşlarım, kaş ki kəlməsi təmənni, arzu kəlməsidir. Yəni bu kaş ki kəlməsi bu dünyada ehtimal var ki, itirəndə təzdən ona nail olasan. Məsələ, tutaq ki, dostlarınla hər hansı bir çayın qırağında gedib istirahət etmək istəyirdin, lakin getdin, gördün ki, dostların gedib. Və deyirsən ki, kaş ki, yəni arzu elirsən ki, kaş ki, mən də ora gedəm. Kaş ki, onlar getdiyi yerə mən də gedəydim. Bu, mümkündür dünyada ki, bir fürsətdə itirdinsə, ikincidə əldə edəsən. Amma axirət günü fərqlidir. Heç bir insan arzusuna çata bilməyəcək təkrar olaraq orada. Və heç bir insan təmənni etdiyi şeyə nail ola bilməyəcək, əgər bu dünyada ona aparan şeyləri etməyibsə. Heç bir peşmançılıq fayda verməyəcək, möhtərəm qardaşlar. Nə olursa olsun. Ona görə Allah Teala deyir ki, o gün kafir olan insan, inanmayan insan, Allahın əzabından canını qurtarmaq üçün bütün dünyanın malına, mülkünə sahib olsaydı, Allahın əzabından canını qurtarmaq üçün onun hamısını verərdi ki, təki Allahın əzabından canını qurtara bilsin. Amma verə bilməyəcək, çünki heç nəyə malik deyil. Hətta insanların əynində belə paltar olmayacaq. Cibində bir dinar, bir kəpik belə pul olmayacaq. Və o gün Allah Teala deyir ki, onlar belə arzu eləyəcəklər. Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim. Və sonra özlərini qınayaraq deyəcəklər, vay halıma, kaş ki filan kəslə dost olmayaydım. Çünki zikri, yəni Quran-ı Kərimi, şəriəti mənə çatdıqdan sonra, zikir mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı. Həqiqətən şeytan insanı tənha qoyub qaçandır. O deyəcəkdir, vay halıma. Vay, təfsir alimlərin dediklərinə görə qardaşlar, cəhənnəmdə bir vadinin adıdır, bir dərənin adıdır. O deyəcək ki, vay halıma. Kaş ki filan kəslə dost olmayaydım. Hansı dostdur bu qardaşlar? O dost ki, sənin cəhənnəmə girməyinə səbəb olacaq. O dost ki, səni Allahın zikrindən yayındıracaq. O dost ki, sənin gözünün qabağında günahları küçümsəyəcək. O dost ki, günahlar etdiyi zaman nə Allahdan utanacaq, nə də insanlardan. O dost ki, özünə istədiyi xeyri sənə istəməyəcək. Bunlar o dostlardır. Kaş ki, filan kəslə dost olmayaydım. Sən ey müsəlman, əgər bu kəlməni axirət gün demək istəmirsənsə, bugün oturub durduğun adamlara fikir verginin. Gör hansı sifətləri daşıyır o adamlar. Sən dost olduğun insanlar hansı sifətləri daşımalıdır. İnşallah biraz sonra yaxşı dostun sifətlərinə toxunacaq ki, hətta dostlarımızı qəşəng şəkildə seçə bilək. O deyəcəkdir. Çünki zikir, yəni haqq, şəriət, Quran-ı Kərim mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı. Bu iki mənada olur, möhtərəm qardaşlar. Birincisi, onu inanmağa qoymur. Və deyir ki, başını bıraq ki, bu lazım deyil. Bu müəyyən millətlərə aiddir, müəyyən tayfalara aiddir. Və yaxud da deyir ki, sən hələm gəncsən. Sən özünü şəriətə qapadıb, özünü bir çox ləzzətlərdən məhrum eləmə, bıraq başını. Sonra baxarsan, sonra oxuyarsan. Və yaxud sənin kökündən nəslindən kimdir ki, dindar, sən dindar olasan. Və yaxud da ayıbdır, sənin kim vəzifəli olan adam necə dindar ola bilər? Və yaxud da bu dindarlığa molla gözü ilə baxır. Və s. kimi töhmələrlə hətta bir adam İslama girməsin deyə. İkinci mənası da odur ki, şübhələr qapadır. İslamdan çıxartmır, lakin İslamı həmin adama yanlış başa salır. Bunların hamısı, əziz qardaşlarım, haqq çatdıqdan sonra üz çevirməyin mənalarındandır. O deyəcək ki, çünki zikir mənə çatdıqdan sonra, yəni haqq sənə çatır. Lakin o dost
sənə, sən onu qəbul etməyəndə mane olur. Həqiqətən şeytan insanı tənha qoyub qaçandır. Pis dost da belədir, möhtərəm qardaşlar. O, sən ona lazım olmayan günü, o səndən istifadə edə bilməyən günü, o səni hər kəsdən tez tərk eləyir. Pis dost belədir. O da səni tənha qoyur və axirət gündə səni tənha qoyacaq. Bəlkə də bu dünyada da səni tənha qoyacaq. Bəlkə də pis dostla, pis insanla dostluq etsən, bəlkə də bu gün, bu dünyadaykən o səni tərk elədiyin zaman, hətta bu dünyadaykən peşmançılıqdan əlini çeynəyəsən ki, mən nə üçün bu adamla dostluq elirdim? İçki içənlərin dostluğu çox əcaibdir, möhtərəm qardaşlar. İçki süfrəsində onlar ancaq mehriban olurlar. Hətta piyan olana kimi, piyan olandan sonra görsən düşmənçilik eləyirlər hətta. Pis dostların növləri çoxdur. İnşallah onların hamısına və yaxud da bəzilərinə zaman içində toxunmağa çalışacaq inşallah. Bu ayələrin, əziz qardaşlarım, Furqan surəsinin 27, 28, 29-cu ayənin enməsinin çox mühüm bir səbəbi var. İbn Abbas radiyallahu anhuma deyir ki, bu ayət Uqbət ibn Əbi Muayt adında Məkkə müşriklərinin birinin səbəbinə görə enib. Uqbət ibn Əbi Muayt Məkkədəykən Peyğəmbər sallallahu əleyhi və səlləmlə dostluq elirmiş. Peyğəmbər sallallahu əleyhi və səlləmə çox yaxın olan bir insan imiş. Daima Peyğəmbərin yanındaymış və Peyğəmbər sallallahu əleyhi və səlləm də ona vəhiy oxuyarmış. Vəhiy ona deyərmiş, şəriəti ona başa salarmış və bu etiraz etməzmiş. Bir günsü Uqbət ibn Əbi Muayt Muhammed sallallahu əleyhi və səlləmi evinə qonaq çağırır. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin qabağına yemək təqdim eləyir. Muhammed sallallahu əleyhi və səlləm həmin yeməyi yemir. Ona deyir ki, sən şəhadət gətirməmiş, əşhədu an la ilahə illallah, əşhədu ənə Muhammədən abduhu və rasuluhu kəlməsini deməmiş, səni yeməyindən deyir, yeməyəcəm. Və Uqba ibn Əbi Muayt kəlməni deyir, təşəhhüdü gətirir, kəlmə şəhadəti deyir və Muhammed sallallahu əleyhi və səlləm onun yeməyindən yeyir. Və xəbər, əziz qardaşlar, Məkkə müşriklərinin birinə çatır. Məkkə müşriklərindən hansı ki, Uqbət ibn Əbi Muaytın dostu idi o da. O da Ubey ibn Xələf. İslama qarşı ən pis mövqe göstərənlərdən biri idi. Allahın düşmanlarından, Rasulunun düşmanlarından, möminlərin düşmanlarından ən böyüklərdən biri idi. Ubey ibn Xələf gəlir bu hadisədən sonra Uqbət ibn Əbi Muaytın yanına. Deyir, eşitdim ki, sən Peyğəmbəri qonaq çağırmışsan və şəhadət gətirmişsən. Deyir, bu nədə etmişsən? Utanmırsanmı? Ayıb deyilmi? Səni kim şərəfli olan, səni kim pullu olan, səni kim mallı olan, insanlar içində sayılan, vəzifəsi olan, heç nə olmayan birinə necə tabi ola bilərsən? Və onu vahim şübhələrlə, əziz qardaşlarım, uzaqlaşdırmağa çağırır. Və Uqbət ibn Əbi Muayt ona deyir ki, o mənim ona təqdim etdiyim yeməkdən yemədiyi üçün və mənə dedi ki, təşəhhüd gətirməsən, şəhadət kəlməsi gətirməsən, yeməyəcəyəm. Deyir, mən ondan utanaraq dedim ki, hətta yeməyi yesin. Və deyir ki, mən səni bir halda bağışlaya bilərəm. Sənin doğru olduğunu bir halda bilərəm ki, sən bunu sübut eləyəsən. Deyir, necə sübut eləyə bilərəm? Yəni, Peyğəmbərə həqiqi şəkildə iman etmədiyini deyir, sübut eləməlisən. Deyir, gedəcəksən Peyğəmbərin boğazına ayağını qoyacaqsan, sonra üzünə tüpürəcəksən. Sonra biləcəm ki, sən həqiqətən Peyğəmbərə iman gətirməmişsən və bu vəzifəni, şərəfini, böyüklüyünü itirməmişsən. Baxın, necə şübhələrlə azdırır möhtərəm qardaşlar. Bugün bir içki içən insanın yanında olduğun zaman, bir zinakarın yanında olduğun zaman, bir əxlaqsız və şərəfsizin yanında olduğun zaman buna oxşar şübhələrlə səni yayındırır. Buna oxşar şübhələrlə yayındırır. Bəzən görürsən, içki içməyəndə başlayır səni lağa qoymağa ki, güya sən ailəndən qorxursan, güya arvadından qorxursan, güya uşaqlarından qorxursan, ona görə içmirsən. Və səni insanlar üçün sənə təsir edici nöqtələrə toxunur ki, hətta sən bu pisliyi edəsən. Və baxın, o müşriklərin, keçmiş müşriklərin şübhələri də müasir şübhələrdən uzaq deyil. Və gedir Uqbət ibn Əbi Muayt
görür ki Muhammed sallallahu aleyhi və səlləm namaz qılır. İbadətdədir. Dərun Nədvə deyilən yerdə. Və gedir ayağını Peyğəmbər sallallahu aleyhi və səlləm boğazına qoyur və Peyğəmbər sallallahu aleyhi və səlləmin üzünə tüpürür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ondan sormasını ona deyir ki, əlimə keçsən, sonra sənin başına nə gələcəyini biləcəksən. Məkkədən kənarda. Və əlhəmdülillah, həmin insan Bədr döyüşündə əsir düşür müsəlmanlara. Peyğəmbər sallallahu əleyhi və səlləm Əli radiyallahu anh əmr eləyir, onun boynunu vurdurur. Bu ayət, əziz qardaşlarım, bu hadisəyə görə nazil olub. Çünki bu insan gəlirdi, Peyğəmbərin yanında otururdu, haqqı eşidirdi, zikri eşidirdi və dostunun ona dediyi şübhələrə görə haqqı bildikdən sonra tərk edirdi. Və bu, hər halı buna bənzəyən bütün yer üzündə olan insanlara aiddir. Qardaşlar, Quran-ı Kərimdə həqiqətən Quran-ı Kərim möminlərin qəlbi üçün, ruhu üçün, bədəni üçün şəfa olan bir kitabdır. Elə bir kitabdır ki, hər xəstəliyin orada dərmanı var. İstərsən ruhi xəstəlik olsun, istərsən inanın bədəni xəstəlik olsun. Allah Teala başqa bir ayətdə, əziz qardaşlarım, yaxşı dostla pis dostun nə olduğunu bir çox ayətlərdə Allah Teala vurğuluyor. Bu ayətlərdən həmçinin Zuhruf surəsinin, Əz-Zuhruf surəsinin 67-ci ayəsi. Allah Teala buyurur: Əuzu billahi minəşşeytanirracim. Əl-əxilləu yevməidin ba'duhum li ba'din aduvun illəl muttaqun. O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər. O gün müttəqilər istisna olmaq şərti ilə bütün dostlar bir-birlərinə düşmən kəsiləcəklər. Nəyə görə möhtərəm qardaşlar? Çünki hər kəs bir-birinin haqqını itirmiş olacaq. Hər kəs bir-birindən haqqını tələb elədiyi zaman ortada ədavət meydana gələcək. Ona görə ey müsəlman, ilk öncə çalış ki, müttəqilərdən ol. İlk öncə çalış ki, Allaha layiq qullardan olasan. İlk öncə çalış ki, cəhənnəmlə özün arasında bir mane tikəsən. Hətta qiyamət günü peşmançılıqdan barmaqlarını çeynəyənlərdən olmayasan. Bu dünyada insanları bir araya gətirən əziz qardaşlarım, Şeyxülislam İbn Teymiyyə rahmehullah demişkən, mənfəətdir. İnsanlar mənfəətə görə, insanları mütləq bir araya gətirən bir rabitə, bir mənfəət, bir xeyir, bir bağlantı olmalıdır. Bu olmadıkça insanlar bir araya gəlmir. Ona görə burada xələl insanları bir araya gəlməsində olan rabitədə olur, bağlantıda olur. Sənlə kimisə bir araya gətirən əsas bağlantı nədir? Bu bağlantını nədə olmağında, bu bağlantının nə cür bağlantı olmağında da əsas xələl. Bəzi insanlar mala pula görə dostluq eləyir. Madəm ki malın pulun var, ətrafında insanlar çox olacaq. Zəng eləyənlər çox olacaq. Hər hansı bir küçük, balaca, başına gələn müsibətdə sənə can yandıracaqlarını deyənlər çox olacaqlar. Sənə nə yardım etmək istədiklərini deyənlər çox olacaq. Başının üstündə əsənlər çox olacaq. Əgər pulun varsa. Bəzən insanları pul bağlayır bir-birinə. Bəzi insanları vəzifə. Bir adamın vəzifəsi olduğu zaman görürsən ki, ətrafındakılar çoxdur. Nəyə görə? Hətta onun vəzifəsindən istifadə etsinlər deyə. Bəzən gücə görə, bəzən şöhrətə görə, bəzi insanların gücü var, şöhrəti var, ondan istifadə etmək üçün onun ətrafına yığılırlar. Və yığılmaqda səmimiyyətlərini göstərmək üçün girmədikləri rəng qalmır, taxmadıqları iki dırnaq arasında maska qalmır. Hər cür rəngə, hər cür dəriyə girirlər. Hətta subut etsinlər deyə güya ki bunlar səmimidir. Vallahi, billahi, tallahi. Allah üçün olmayan dostluğun heç birində səmimiyyət kamil şəkildə ola bilməz. Allah üçün. Sadəcə və sadəcə Allah rızası üçün. Heç bir dünyavi bir mənfəət güdmədən, heç bir mənfəət arxasında olmadan,
Allah rızası üçün olunan dostluqdan başqa heç bir dostluq kamil və şamil ola bilməz. Heç bir dostluq kamil şəkildə səmimiyyət ola bilməz. Bunların hamısı məhdud və qısa olur. Baxın, tarix deyirlər, atalar deyir ki, tarix özünü qaytarır. Nə deməkdir? Tarix özünü qaytarır. Bir insan əgər tarixdə olan hadisələrdən dərs almazsa, özü ondan sonra gələn insanlar üçün tarixi bir dərs olar. Tarix onu sübut edir ki, mənfəət üzrə, Allahın rızası olmadan mənfəət üzrə qurulan dostluqların hamısı ömrü gödək olur. Bir addım ömrü olur. Baxırsan, bir insanın malı pulu olduğu zaman ətrafında hər kəs, çox adamlar olur. O pulu, malı itirdiyi zaman, vəzifəsini itirdiyi zaman, şərəfini itirdiyi zaman, gücünü itirdiyi zaman, şöhrətini itirdiyi zaman, onların heç biri onun ətrafında tapılmır. Hətta bu adam sonra onları axtarsa belə, o adamlar bu adama yaxınlıq vermir. Nəyə görə? Çünki onları cəm eləyən ortada bir rabitə var idi. İndi o rabitə, o bağlantı yoxdur ortada. Amma ortada iman olarsa insanı cəm eləyən, Allah sevgisi olarsa, din sevgisi olarsa, onda o zaman o insanda nə qədər ki var, davam eləyəsidir möhtərəm qardaşlar. Hətta ölüb getdikdən sonra. Sadiq olan dostlar, hətta salih dostları ölüb getdikdən sonra onları unutmurlar. Hər fürsət tapdıqda qəbirlərini ziyarət edib xeyir dualarını verirlər. Və hətta hər öz ölülərini xatırladıqda əziz olan dostlarını da unutmur. Və onların da Allah qatında mənzilinin uca olmasını diləyir. Və cənazədə daima öndə olmağa çalışır. Və əlindən gəldiyi qədər Allah üçün sevdiyi qardaşın nəinki özünə, özündən sonra qoyub getdiyi nəslinə də hörmət eləməyə çalışır. Bunların hamısı Allah rızası üçün, savab üçün, cənnət üçün olduğu zaman belə olur möhtərəm qardaşlar. Mənfəət üçün deyil. Mənfəət üçün deyil. Dünya üçün deyil. Ona görə nə üçün insan bağlanırsa, onun dostluğunun gücü və onun dostluğunun davamı olması onun nəyindən və keyfiyyətindən və necəliyindən asılı olur. Muhammed sallallahu aleyhi ve sellem, əziz qardaşlarım, bir çox hədislərdə bu barədə zikr eləyir. Bir çox hədislərdə gəlir. Dostluğu bənzətir Muhammed sallallahu aleyhi ve sellem. Lakin ondan qabaq bir neçə ayət yenə demək istəyirəm ki, hətta bilək ki, bu nə qədər əhəmiyyətli məsələdir. Allah Teala Kəhf surəsinin 28-ci ayəsində buyurur: وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Qəlbini bizi anmaqdan xəbərsiz etdiyimiz, qəlbini bizi anmaqdan, zikr etməkdən, tanımaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etməklə. O kəsin ki, Allah qəlbini möhürləyib, o kəsi ki, Allah Taala nəfsinə uyan kəslərdən edib, o kəsin ki, Allah Taala işlərini səmərəsiz edib, onların yanında oturub durmaqla. Onların yanında oturub durmaqla, onlara itaat etməklə, onların səni azdırmaq üçün atdıqları şübhəyə qulaq asmaqla, yoxsa zərər çəkəcəksən. Allah Teala buyurur Quran-ı Kərimdə Tövbə surəsinin 119-cu ayəsində: Ya eyyuhellezine amenuttaqullah və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə, doğru danışan, doğru əməl edənlərlə dostluq edin. Onlarla bərabər olun. Bu sənə fayda verəcək. Şairlərdən biri deyir ki, dostunu göstər mənə, sənin kim olduğunu deyim. Çünki adətən insan öz dostunun dinində olur. Necə ki, biraz sonra sizlərə bu haqda hədislər deyəcəm. İnşallah. Ona görə möhtərəm qardaşlar, bu həyatda insan yaşamağında gərək məna olsun. Gərək həyatda insan nələrsə üçün çalışsın. Yoxsa insan hədəfsiz, qayəsiz, məqsədi olmadan yaşayarsa, insan həyatının çox tez keçdiyi və çox səmərəsiz
və insan çox kədərlə, qəmlə dolu bir zaman keçirər. Ona görə insanın xoşbəxt olmağının və bədbəxt olmağının səmərələrindən və yaxud səbəblərindən biri də insanın seçdiyi dostdur. Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur, möhtərəm qardaşlar. Muhammed sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur və bu hədisi əksəriyyətiniz bilirsiniz. Bu hədis əksər müsəlmanlar bilir, lakin tətbiqatında fərqlənirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, Buxarinin, Müslimin rivayət etdiyi hədisdə: Məsəlul cəlisus salih vəl cəlisus su kəməthəli sahibil miski və kiril həddəd. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, misal olaraq deyir, salih dostla, yaxşı dostla, pis dostun məsəli ətir satanla dəmirçinin məsəli kimidir. Bu misaldır Peyğəmbər sallallahu aleyhi ve sellem'lə. Yaxşı dostla, pis dostun məsəli ətir satanla dəmirçinin məsəli kimidir. Necə olur bu möhtərəm qardaşlar? Bir insan ətir satanın dükanına girdiyi zaman üç şeydən biri olur. Üç şeydən biri. Ya həmin insan, ətir satan, sənə ətir sürtür. Sənə ətir, qoxu sürtür və sən bu iydən istifadə edirsən. Və yaxud da sən o satan qoxulardan birini alırsan, yenə gözəl qoxu səndən gəlməsinə səbəb olursan. Nə o sənə sürtməsə, nə sən ondan almasan, ən azından o dükandan gözəl bir iy hiss eləyəcəksən. Dəmirçi də elədir. Dəmirçinin yanına girdiyin zaman, hamı bilir bunu ki, dəmir zavodlarında, dəmir istihsal olunan yerlərdə, dəmir ərdilən yerlərdən ətir iy gəlmir. Oradan dəmir iy gəlir. Oradan his iy gəlir. Oradan yanıq iy gəlir. Bu işin təhkiri deyil möhtərəm qardaşlar. Sadəcə misaldır. Dəmirçinin yanına getdiyin zaman nə olacaq? Ən çox paltarını yandıra bilər. Dəmir qırıntıları, od qırıntıları üstünə düşüb paltarını yandıra bilər. Bu da zərərdir. Yandırmasa, ən azından oradan pis qoxu duyacaqsan. Və oradan səni sevindirici, rahatlandırıcı bir şey görməyəcəksən. Yaxşı dostla pis dostun məsəli budur möhtərəm qardaşlar. Hədəf burada nədir? Yaxşı dostun yanına getdiyin zaman ən azından həmin dost sənə Allah'a xatırladır. Ən azından o insan sənə Allah'a xatırladır, sənə nəsiyyət eləyir, sənə tövsiyə eləyir. Səndə olan eyibləri gözəl hikmətlə düzəltməyə çalışır. Sənə istədiyi xeyrə görə. Əgər etməsə, ən azından sən onun əxlaqından faydalanacaqsan, onun ibadətindən faydalanacaqsan, onun etdiyi əməllərə baxaraq öz xatalarını, öz yanlışlarını, səhiflərini başa düşəcəksən. Hədisdə gəlmişdir ki, sahabələrdən biri soruşur ki, ya Rasulallah, ən xeyirli oturduğumuz insanlar kimlərdir? Hansı dostlarımızdır? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, o dostlarınız ki, siz onları görəndə, onlar sizə Allah'ı xatırladır. Belə insanlar var. Onlarla oturanda görürsən ki, ya zikir eləyir, ya şükür eləyir, ya tövbə edir, ya istiğfar edir, ibadət əhlidir. Sən onu gördüyün zaman sən də onlar etmək istəyirsən. Zikir etmək istəyirsən, tövbə etmək istəyirsən, salih insan olmaq istəyirsən. O səninlə danışmasa da belə, onun yanında olmağın səni bunları etməyə vadar eləyir. Pis dost, əziz qardaşlarım, necədir? Yanına getdiyin zaman başlayır öz günahlarını sənə danışmağa. Belə yedi, belə içdi, belə gəzdi, belə keyf gördü, belə həzlər aldı və s. kimi. Hansı ki, sənin qəlbini qaraldır. Və yaxud da o öz etdiklərini aparıb səni də etdirir. Və sən heç vaxt onun yanından karlı və xeyir içində çıxmırsan. Təbii ki, yaşlı insanların təcrübəsi bizlər üçün çox önəmlidir, qardaşlar. Gedin, bu həyatı yaşamış insanlar, yaşlı insanlardan, adicə fitrəti sağlam olan insanlardan gedin, soruşun. Baxın, pis dostların nə qədər zərərli olmağı, adamı necə onlar yalnız, tənha qoyurlar, necə dara düşəndə səndən uzaq dururlar. Bunlar haqqında görün sizə nə qədər məlumatlar verəcəklər.
hətta qeyri-müsəlman olsa belə, amma fitrəti sağlam olsa, fitrətində tam şəkildə pozuntuluq olmayan birisi, həyat, çünki onlar yaşayıb bunu görüblər. Ona görə gənc müsəlmanlar gərək yaşlı və təcrübəli insanlar kimi yaşasınlar və o zaman keçməməzdən qabaq bunu dərk eləsinlər. Əsl dost, bir kəlmə ilə deyilən möhtərəm qardaşlar, əsl dost o dostdur ki, sənin günahlarına göz yummur. Əsl dost budur. Əsl dost odur ki, özü cəhənnəmdən qorxan kimi, cəhənnəmdən uzaq qalmaq istədiyi kimi, dostlarının da eləcə də cəhənnəmdən uzaq olmasını istəyir. Əsl dost o dostdur ki, sənin heç bir eybinə göz yummur, bacardığı şəkildə ondan səni çıxartmağa çalışır. Amma hər hansı bir xətrə görə, hər hansı bir hörmətə görə, yox, mən buna desəm, o məndən inciyə bilər, dostluğumuz pozula bilər və yaxud da ondan olan mənfəətim kəsilə bilər. Bu şeylərə görə bir insan batilə susursa, bir insan haqsızlığa yol verirsə, o insan bilsin ki, həqiqi dost deyil. Gərək adam özünü aldatmasın. Həqiqi dost buradan bilinir. Özünə istədiyini başqa müsəlmanlara da istəyir. Baxın, qardaşlar, xeyirli dost necədir? Səhih hədisdə gəlmişdir. Sahabələrdən biri bir gün sıxılır. Sahabələr, qardaşlar, bizlər kimi deyil idilər. Sahabələr bir xeyri itirdiyi zaman çox peşmançılıq keçirərlərdi. Sahabələr qəlblərində olan hər hansı bir narahatçılığın həlli üçün çalışarlardı. Və aralarında olan ən xeyirli məstərdən, ən xeyirli səmərə verən şəxslərdən istifadə etməyə çalışarlardı. Bir gün Hanzala radiyallahu anhu deyir ki, Abu Bakırla qarşılaşdım. Yolda gedirdim, Abu Bakırla qarşılaşdım. Abu Bakır mənə dedi ki, ey Hanzala, necəsən? Halın keyfin necədir? Dostların siması da budur ki, onlar daima bir-birlərinin hal keyfləri ilə maraqlananlar, durumları ilə maraqlananlar. Dostluğun əsas təməllərindən biri də budur. Hər tərəfli gərək dost-dostdan xəbərdar olsun. Əgər dostluğun bugün pulu yoxdursa, sənin imkanın varsa kömək elə ginən. Darda qoyma ginən. Əgər dostun bugün xəstədirsə, imkan varsa baş çək ginən. Yanında ol ginən. Əgər dostun bugün günah eləyibsə, onu tövbəyə vadar eləyinən, tövbəyə çək ginən. Dostluq budur, hər tərəfli mənfəətdir. Abu Bakır soruşur, necəsən ey Hanzala? Hanzala deyir ki, dedim ki, Subhanallah ey Abu Bakır, bilirsən başımda nə müsibət var? Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında olanda cənnəti xatırlayıram. Cənnəti xatırlayıram, cəhənnəmi xatırlayıram. Hətta o səviyyədə ki, sanki gözümlə görürəm deyir. Deyir, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin yanından uzaqlaşanda, evə gedəndə, ailəmə qarışanda, arvad uşağın içinə girəndə bunların hamısını unuduram. Deyir, mən elə hiss eləyirəm ki, qəlbimdə nifaq var. Elə bilirəm ki, mən münafiqam. Nəyə görə deyir, halım dəyişir? Abu Bakır radiyallahu anhu deyir ki, ey Hanzala, səndə olan mənim başımda da var. Bəlkə bərabər gedək Peyğəmbərdən bunu soruşaq. Baxın, möhtərəm qardaşlar, xeyirli dostluq bunun üzərində qurulub. Onlar dərdləşirlər, bir-birlərinin hal keyflərini öyrəndikdən sonrasına bir-birlərinin ürəyindən keçənləri anlatırlar və dərdlərinə dərmanı bərabər şəklində axtarırlar. Amma Abu Bakır radiyallahu anhunun da bu şeyi axtarmasına səbəb olur Hanzala və hər ikisi xeyir arxasındadırlar. Və gedirlər, Muhammed sallallahu aleyhi ve sellemə dərdlərini anlatırlar. Muhammed sallallahu aleyhi ve sellem onlara deyir ki, bu sizin qəlbinizdə nifaqın və yaxud imanın azlığının əlaməti deyil. Sadəcə siz xatırlandığınız zaman, cənnətin adı çəkildiyi zaman, cəhənnəmin adı çəkildiyi zaman siz bunları daima xatırlayırsınız və nəticə də belə olur. Amma ailəyə getdiyiniz zaman xatırlanmırsınız və unudursunuz. Məsələ bundan ibarətdir. Görün qardaşlar, salih dostla pis dost məsələsi necədir? Salih dostla pis dostun məsələsi necədir? Heç vaxt sən güman etmə ki,
günah edən bir insan səni tövbəyə çağırsın. Heç vaxt sən güman etmə ki, qəlbi həsəd, kin, paxıl dolu insan səni qəlbi açıqlığa, səni qədərlə razılığa çağırsın. Sən heç vaxt qeybətdə boğulmuş olan insan səni dilini tutmağa çağırsın. Çağıra bilər, müəyyən hallarda sadəcə, əgər çağırmağında mənfəət görərsə. Heç vaxt zina edən bir insan səni iffətə çağırmaz. Heç vaxt oğurluq edən insan səni qənaətə çağırmaz. Heç zaman zülm edən insan səni ədalətə və insafa çağırmaz. Ey müsəlman, ona görə aldanma ginin. Ona görə günah edən insanlardan uzaq ol ginin. Ona görə şəhvət və şübhə ilə dolu olan insanlardan kənara çəkil. Əgər heç kəs tapmasan, heç salih dost tapmasan, tək durmağın daha xeyirlidir. Səni həlakə doğru aparan dostlardansa. Möhtərəm qardaşlar, üçüncü məsələmiz odur ki, bir insan necə və hansı sifətləri daşıyan insanları özünə dost edə bilər? Və yaxud bir insan kiminsə dostudursa, özü hansı sifətləri daşımağa çalışmalıdır? Birincisi, bilmək lazımdır ki, yaxşı dost dedikdə, yaxşı qul nəzərdə tutulur. Bir qul əgər yaxşı qul olarsa, Allaha itaat edən, Allahın əmrlərinə təslim olan, Allahın razılığını qazanmağa çalışan və bu yolda səy eləyən və Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsini sevən və ona təslim olan, ittiba edən və bunun əhlini sevən insan olarsa bir qul, o insan kimlə dost olsa xeyirli bir dost olar. İkincisi, yaxşı dost o dostdur ki, heç vaxt dostunun ayaq sürüşkənliklərini axtarmaz. Heç vaxt öz dostunun eyiblərini və sirlərini axtarmaz. Və heç vaxt dostunun, əziz qardaşlarım, istəmədiyi şeyin peşində olmaz. Yaxşı dost budur. Və ancaq dostunun xeyirli və onun qəlbini açası şeylərini axtarır. Bugünkü gündə bəzi insanlar var, gəlib sənlə dostluq eləyir. Məqsədi ancaq sənin eyiblərini axtarmaqdır. Ancaq sənin etdiyin xətaları toplamaqdır ki, nə zamansa səni gözdən salsın deyə. Nə zamansa səni rüsvay eləsin deyə. Nə zamansa sənin hesabına məşhurlaşsın deyə. Nə zamansa sən beləsin deyə üzə çıxartsın ki, güya bunun əks mənası onda başa düşülsün. Məsələn, bir adam səni əgər haqsız yerə ittiham eləyirsə ki, bu adam təheccüd namaz qılmır, bu adam cemaat namaz qılmır. Bu bəzən istəyirlər ki, bunun əks mənası onda bilinsin ki, güya bu adam təheccüd namazı qılan, güya bu adam cemaat namazı qılan adamdır. Və yaxud da bəzən sırf öz nəfsinə yardım etmək üçün bunu eləyir. Ki, filanı gözdən salsın ki, bunun müqabilində bu ortaya çıxsın. Bu ən pis dostluqdur bu. Ən çirkin dostluqdur bu. Ən iyrənc dostluqdur bu. Əgər dostluğun növlərindən biri bu olarsa. Yaxşı dost, dostunun ayaq sürüşkənliklərinə göz yumur və o dostunun eyiblərini gedib insanların içində danışmır və onu rüsvay etmək üçün mən yaxşılığa çağırıram, insanları bəyan edirəm deyib bu şübhələrlə dostluğunu gözdən salmır. Əksinə, əgər dostundan bir xələl gördünsə, bir ayaq sürüşkənliyi gördünsə, bir əxlaqsızlıq, bir tərbiyəsizlik, bir günah gördünsə, acıqla buna, rəhmin gəlsin dostuna. Bunu həll etmək üçün, dostunu həmin günahdan, zülmətdən, düşdüyü pislikdən çıxartmaq üçün çalışqinən, əlindən gəldiyin qədər bunu etkinən. Çünki həqiqi dostun səmərəsi budur. Rüsvay etməklə, onu pisliyini danışmaqla, onu gözdən salmaqla sən heç nə qazanmayacaqsan. Əksinə, əmin ol ki, bəlkə də ölməməzdən qabaq o şeylərin hamısı öz başına gələcək. Necə ki, bu barədə sələflərin bir çox sözləri var. Xüsusən də İbn-i Məzin rəhməhullah bu mənada çoxlu sözlər danışır. Üçüncüsü, çalışqinən, elə dost seçkinən ki, həm onun dilindən, həm də onun əlindən salamat qalasın. Dili ilə, əli ilə sənə əziyyət verməsin. Elə insanlarla dostluq eləginən. Tək sənə deyil, həmçin başqa insanlara da. O insan dili ilə, əli ilə başqalarına əziyyət verən insan olmasın. Çünki əgər elə olsa bu insanın fitrəti bu pislikdən bir gün sənə də çatacaq. Ona görə sənə çatmamazdan qabaq sən öz ehtiyatını görginin.
Muhammed sallallahu aleyhi ve sellem buyurur: El-muslimu men salimel muslimuna min lisanihi ve yadihi. Həqiqi müsəlman o kəsdir ki, onun nə dilindən, nə əlindən müsəlmanlar əzab əziyyət çəkməzlər. Dördüncü. Çalış ki, dostun təbəssümlü dost olsun. Yumşaq dilli dost olsun. Qəlbi geniş dost olsun. Kibirdən uzaq olan bir dost olsun. Əgər dostun daima qaşqabaq, huzursuz bir insan olarsa, daima dili pis, hər kəsə söz atan, heç kəsdən razı deyil, yanında kim zikir olunsa ona bir dənə söz atmalıdır, istihza eləməlidir, pis ləqəblər qoymalıdır, qəlbi dar, kin kifir, heç kimin xeyirdə olmağını götürə bilməyən, nəsiyyəti qəbul eləyəsi qədər böyük qəlbə malik olmayan bir dostu özünə dost seçməklə. Dostun qəlbin genişliyidir, möhtərəm qardaşlar. Əgər bir insanın ürəyi geniş olarsa, insanların əlində olan nemətə qarşı sevinərsə, yəni sənin bir gün əlinə nemət gəldisə, həqiqi dostun ona sevinir, qəlbi geniş olur. Hətta özündə bir nemət varsa, görsə ki, səndə yoxdur, sənin də olmağını istəyir, səndə də olmağını istəyir və bunun üçün çalışır da. Belə geniş qəlbli dostlara ehtiyacımız var. Dostunu seçdikdə bu sifəti əldə etmiş insanlardan olmağını çalışqınən. Burada mən əminəm ki, sizin bu an başınızda bir sual fırlanır ki, ay qardaşım, bu cür insanları biz hardan tapaq? Bunlar, əziz qardaşlarım, əlhəmdülillah, Muhammed s.ə.v-in ümmətindən daima xeyr əhli var və qiyamət gününə kimi də davam eləyəcək. Heç bir toplumdan, heç bir ölkədən, heç bir cəmaatdan xeyr əhli əksik deyir, əlhəmdülillah. Sadəcə bizim üzərimizə düşən nədir? Bunu axtarmaq üçün səmimi olmaq, öz nəfslərimizi, nəfs istədiklərimizi ortaya qoymamaqdır. Əgər nəfs istəklərini, öz havanı, öz arzunu, şəhvətini qırağa qoyub, həqiqi şəkildə səmimi dost axtararsansa, bil, əmin ol, heç şəkk etmədən ki, Allah onu qarşına çıxardacaq. Və heç vaxt məyus olma yine. Həmçinin 5-incisi, dost seçdiyin zaman elə bir dost seç ki, qəlbi salamat olsun. Həsəddən, paxıllıqdan, kindən və həmin dostun sənə nəsiyyət etməkdə paxıllıq etməsin. Evlərinə göz yummasın. Və sənin nəsiyyətini də qəbul etsin. Mütləq bu lazımdır. Həqiqi dost odur ki, həm sənə nəsiyyət edir, həm də sənin nəsiyyətini qəbul edir. Buna ehtiyacımız var. Muhammed sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur ki, El-mu'minu mir'atul mu'min. Mömin müminin güzgüsüdür. Yəni onlar bir insan özünün üzündəki olan çirkiliyi bilmir ta bir güzgüyə baxmadıqca. Mömin belədir. Hər ikisi bir-birinə qarşı eyni istiqamətdə, eyni münasibətdədir, eyni tərəfdədir. Sən ona qarşı necə nəsiyyət eləyirsən, onun islahı üçün çalışırsansa, eləcə də sənin islahın üçün çalışan dostlarına qəlbini açmalısan. Onlara bu fürsəti verməlisən. Əgər sən bir tərəfli olarsansa, sadəcə mən insanlara nəsiyyət eləyə bilərəm. Sadəcə mən insanlara göstəriş verə bilərəm. Mən kamiləm, mən xələl etməzəm, mən günah edə bilməzəm. Ən kamil olan mənəm. Və daima qınadığın insanlar başqaları olarsa, sən salih dost ola bilməzsən. Sənlə dostluq edən heç kəs huzur içində ola bilməz. Çünki həqiqi dost həm sənə dost eləyir, həm də səndən nəsiyyət tələb eləyir və yaxud da sənə etdiyin nəsiyyəti qəbul eləyir və ən azından imkan verir ki, nəsiyyət eləyəsən. 6-cısı, salih dost o dostdur ki, daima qardaşı ilə görüşməyi, onu daima ziyarət etməyi, daima onunla bərabər olmağı Allah üçün arzu edir. Dua edir ki, ya Rabbi, məni filanla tez-tez cəm eyləginən. Ya Rabbi, kaş ki mən filan qardaşım yanında olaydım. Kaş ki filan qardaşımı mən ziyarət edə biləydim. Kaş ki onun üzünü görmək mənə nəsib olaydı. Kaş ki bu adamın yanında az müddətdə olsa keçirəydim. Bunu hamısını Allah üçün etməsini istəyir.
Hədis var, möhtərəm qardaşlar, İmam Muslim rivayət eləyir. Əbu Hüreyrənin hədisindən. Keçmiş ümmətlərdə bir nəfər bir kəndə gedir öz qardaşını ziyarət etməyə. Və bu adam gedərkən yolda bir nəfərlə rastlaşır. Və bu adam, qarşılaşdığı adam deyir ki, hara gedirsən? Deyir, bu kənddə mənim dostum var, Allah üçün sevdiyim bir dostum var. Mən Allah üçün onu ziyarətə gedirəm. O da ona deyir ki, bəlkə bir başqa mənfəət üçün gedirsən. Deyir, xeyr, and olsun Allaha ki, mən onu Allah üçün sevirəm. Sadəcə Allah üçün, Allahın razılığını qazanmaq üçün həmin qardaşım ziyarətinə gedirəm. Bu ona deyir ki, mən Allahın göndərdiyi sənə bir elçiyəm, bir mələkəm. Allah mənə dedi ki, get o quluma bildir ki, mən onu sevirəm, mələklərim də onu sevir. Əziz qardaşlarım, bir müsəlman bir qardaşı ilə bir araya gəlməsini Allah üçün istəyərsə, əmin olsun ki, bu onun Allahın məhəbbətini qazanmağının səbəblərindəndir. Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, Rasulullah sallallahu aleyhi ve sellemin belə dediyini eşitdim. Allah Teala buyurur, bir-birlərini mənim üçün sevənlərə cənnət vacib oldu. Bir araya gəlib bir məclisdə mənim üçün oturanlara cənnət vacib oldu. Mənim üçün bir-birlərini ziyarət edənlərə cənnət vacib oldu. Allah üçün bir-birlərinə maddi mənəvi yardım edənlərə cənnət vacib oldu. Bu hədisi, əziz qardaşlarım, İmam Əhməd Musnad kitabında rivayət eləyir. İmam Albani Sahih-ü Tərğib kitabında hədisi səhihləşdirir. Baxın, hədis-ül Qudsidir bu. Allah Teala buyurur ki, mənim üçün, mənim rızam üçün sadəcə bir araya gələnlər, bir məclisdə oturanlar, bir-birlərini ziyarət edənlər, bir-birlərini maddi mənəvi yardım edənlər üçün cənnət vacib oldu. Ona görə, əziz qardaşlarım, biz dinimizi də, qardaşlığımızı da, hər şeyimizi şəriət üzərinə qurmağa çalışmalıyıq ki, hətta bu dünyada xoşbəxt ola bilək, bu dünyada, ahirətdə də biz eyni kürsülərin üzərində oturan və bir-birlərini sevən dostlardan olaq. Muhammed sallallahu aleyhi ve sellem İmam Buxari rivayət etdiyi hədisdə buyurur, qiyamət günü heç bir yerdə kölgə olmayan bir vaxtı, günəşin insanların başının üstündə olan bir vaxtı, insanlar tərlərinin içində boğulacağı bir vaxtı, qiyamətin sarsıntısı hər yanı bürüyəcəyi bir vaxtı, Allah Teala öz ərşinin kölgəsini bir yerə salacaq. O kölgənin altında 7 toplum, 7 dəstə insan olacaq. O dəstələrdən biri də bir-birlərini Allah üçün sevənlər olacaq. Dostluqlarını Allahı sevdiklərinə görə cəm eləyən insanlar olacaq. Hər hansı bir mənfəətə, hər hansı bir dünyavi bir xeyr üçün olanlardan deyil. 7-cisi, çalış ki ey müsəlman, özünə dost seçdiyin insan həsədkar olmasın, paxıl olmasın. Çünki o daima, əgər həsədkar paxıl olsa, daima səndən nemətin getməyini istəyəcək. Üzvə güləcək, həqiqi kimliyini onun tanımayacaqsan və daima yanında elə sözlər danışacaq ki, kədər qəm səni bürüyəcək. Həsədkar insanlardan uzaq ol yinən. Və hər nemətə sahib olduğun zaman baxacaqsan ki, sənin qəmləndirən sözlər deyil. Narahat eləyir səni. Hər başına bir müsibət gələndə üzə vurmasa da görəcəksən sevinir. Belə dostlardan uzaq ol yinən. Və dua ilə Allaha ki, belə dostlar sana nəsib eləməsin. Əsl dost odur ki, qardaşını sevir. Onun da nemət içində olmasını istəyir. Və xeyr günündə sevinir. Və şər günündə də, pis günündə də, dar günündə də onunla bərabər üzülür. Bir gün Ömər ibn Xattab Muhammed sallallahu aleyhi ve sellem yanına gedir.
Gedir görür ki Abu Bakır da Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında oturub. Və hər ikisi də ağlayır. Abu Bakır da ağlayır. Muhammed sallallahu aleyhi ve sellem də ağlayır. Ömər ibn Xattab da kövrəlir. Deyir ki, niyə ağlayırsınız? Səbəbi mənə deyin ki, bilim nəyə görə ağlayırsınız? Deyir, əgər deməsəniz də sizə baxıb mən də ağlayacağam. Dost budur möhtərəm qardaşlar. Səmimi dost budur. Kədər günündə kədər çəkir. Sevinç günündə sevinir. Daima yanındadır. Yaxşılıqda da, pislikdə də. Sonuncu, çalış elə bir dost seç gözlə. Minnətkar olmasın. Sənə etdiyi yaxşılığı 2 gündə bir başva qalxmasın. Bir hörməti etdisə, onun bunun yanında sənə hörmət etdiyini dilə gətirməsin. Bu da parçalanmağın əlamətlərindəndir. İmanın azlığının əlamətlərindəndir. Şeytanın hilələrindən biridir bu da. Bir insan xeyir görür və sonra əməlini puç eləyir. Başına qalxır. Bəzən başqalarının yanında danışır. Bəzən özünün səxavətli olmağını ispat etmək istəyir. Bəzən də nəfsinə uyur. Hər halda çalışqınla səmimi dost ol. Özün heç vaxt dostun üçün etdiyin xeyr onun başına qalxmaqla. Nə də etdiyi xeyri başına qalxan dostluqla, insanlarla, dostluq etməklə. Son olaraq, əziz qardaşlarım, yaxşı insanlarla dostluq etməyin faydaları çoxdur. O faydalardan birincisi, qiyamət günü Allah üçün kim bir-birini sevərsə, o insanlar Allahın əzabından qutaracaqlar. O insanlar cəhənnəmdə əbədi qalmaqdan nicat tapacaqlar. Bir gün sahabələrdən biri gəlir Muhammed sallallahu aleyhi ve sellemə deyir ki, ya Resulallah, qiyamət günü nə vaxt olacaq? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, nə hazırlamışsan? Qiyamət günü soruşursan, onun üçün nə hazırlamışsan? Sahabə deyir ki, heç nə ya Resulallah. Lakin mən Allahı və onun Rasulunu sevirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kişi sevdiyi ilə bərabər olacaq axirət günü. Ey müsəlman, əgər sən Muhammed sallallahu aleyhi ve sellem'i sevirsənsə, Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər olacaqsan, Allahın əzabı sana toxunmayacaq. Əgər sən Abu Bakır sevirsənsə, əgər sən Omarı sevirsənsə, əgər sən Osmanı sevirsənsə, əgər sən Əlini sevirsənsə, Muhammed sallallahu aleyhi ve sellemin sahabələrini, əhl-i beytini və salih insanları sevirsənsə, Allah səni onlarla həşr edəcək. Və onlarla olacaqsan. Onların olduğu əmin amanlıqdan sənin də payın olacaq. Əgər sən onları qırağa qoyub da, hər hansı bir Allahın dinindən uzaq olmuş birini sevərsənsə, ya müğənni olsun, ya futbol oynayan olsun, ya hər hansı bir dünyadan, ahirət payından uzaq olan bir insan olsun, Allah sən onunla həşr eləyəcək. Qorxqinə. Əgər bir insan, əziz qardaşlarım, salih insanlar sevərsə, Allah onunla onu həşr eləyəcək. Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, Muhammed sallallahu aleyhi ve sellemin bu sözü dediği günü İslam'a girdikten sonra en çok sevindiğimiz günüydü ki o. Çünkü hamımız Muhammed sallallahu aleyhi ve sellem'i sevirdik. Hamımız Ebu Bakır'ı sevirdik. Hamımız Omar'ı sevirdik. Ve istəyirdik ki Allah Teala onlarla biz həşr eləsin. Möhtərəm qardaşlar, qiyamət gününün ağırlığından Allah Teala insan bir-birini sevənləri qutaracaq qiyamət günü. Allah Teala buyurur Zuhruf surəsində: Ya ibadi, yəni bir-birlərini Allah üçün sevənləri ayətlərini zikr edəndən sonra Allah Teala buyurur: Ya ibadi la khawfun aleykum el-yevme ve la entum tahzanun. Ey qullarım, ey bir-birlərini mənim üçün sevən qullarım, ey təqvalı qullarım, bugün siz heç nədən qorxmayacaqsınız, nə də heç nə sizi qəmləndirməyəcək. Bunu Allah Teala bir-birlərini Allah üçün sevənlərə deyəcək.
yaxşı dostlara deyəcək, salih dostlara deyəcək möhtərəm qardaşlar. Yaxşı dostun faydalarından əziz qardaşlarım, həmin dost hətta onun yanında olmasan belə daimə sənin arxanla qeybdə olsan belə dua eləyir. Həmin dostluğun duasından sən daimə bəhrələnirsən, faydalanırsan. Bəlkə də hər hansı bir müsibətin səndən dəf olunmasının, rədd olunmağının səbəbi sənin bir müsəlman qardaşın arxanla etdiyin duanın səbəbindəndir. Və həmçinin möhtərəm qardaşlar, ən çox faydalarından biri, yaxşı dostun faydalarından və səmərələrindən biri, yaxşı dost insanın vaxtını və ömrünü hədər getməkdən qoruyur. Hədər olmağından qoruyur. Həris olur ki, həm ömrün, həm vaxtın faydalı və xeyirli işlərə sərf olunsun. Və onlar geniş hallarda, varlı olduğun hallarda sənin üçün zinət, gözəllik sayılır. Dara düşdükdə isə onlar sənin üçün bir qalxan, bir mane sayılır. Yaxşı dostun, əziz qardaşlarım, faydaları çoxdur. Ən azından ondan gözəl bir fikir eşidirsən, ən azından məyusluqdan uzaq olursan, Allahın rəhmətini daima xatırlayırsan, ən azından əziz qardaşlarım, daima haqqa tərəf olmağa çalışırsan və ən azından pis adətlərdən, pis sözlərdən, pis əməllərdən çəkinirsən. Allah Taala'dan istəyirəm ki, bizləri salih dostlardan etsin. Allah Taala'dan diləyirəm ki, hamımıza yardım etsin. Həm salih dost seçməyə, həm də başqalarına qarşı salih dost olmağa. Allah Taala'dan diləyirəm ki, pis dostların, pis insanların şərindən, fitnəsindən, həsədindən, paxıllığından Allah Taala bizləri qorusun və hifz eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.